Tindən salam atam. Atam deyirəm ki, gələn həftə. Men bu dünyada adalet görmedim ki görmedim. Dostum her zulme saadet görmedim. Valla yer rədd ol da. Deyirəm, sən də ədalət deyirsən. Ədalət müğənnidir. Özdə sən mənə kimi donmur burada. Dubaydadır. Necəsiz? Soğukdur. Ədalət Şükürov soğuqdur. Əlbəttə ki, soyuqdur. Niyə qardaş? Qaza elə limit qoyublar ki, qaldıra bilmirik də. Ona görə də bağlıdır eşqin qapısı üzümüzə. Dinliyor. Tinimiz düzdür. Dövlət Məşğulluq Agentliyinin bölgü Hasil Abbasov tender keçirdi bax. Maşınlarına 95 markalı benzin üçün nə az, nə çox 339.200 manat pul ayırıb bax. Hasil müəllim, məşğulluğun bölgüsü belə pis çıxmasın. Özünüz nə işlə məşğulsuz? Hala, mən deyənlər, cəmaət hansısa bir işlə məşğul olmaq üçün gəlib sizə müraciət edir. Siz də göndərsiniz afisantlığa. Onların da axırıdır belə. Hələ arası da la, birinci sinif uşaqlarına göründə sual veriblər. Sual veriblər ki, ata heyətdə nə doğrayır? A variantı odun, B variantı adam. Deyirəm, bu sualı bura qoyan nazirə sual verilmək istəyirəm. Və siz nə doğrayırsınız? A variantı təhsilimizi, B variantı uşaqlarımızın gələcəyini, C variantı yoxsa şagirdlərin psixologiyasını. Atam balası, bunların bizim üçün qoyduqları suallar nə qədər dəyərli olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.